Quran deyir ki, lap çox yaşasanız nədir? Bir baxın görün, çox yaşamaq özü bir xilasdırmı? 2 qat beliniz əyilir, gözünüzün görməsi zəifləyir, eşitməmiz zəifləyir. Yəni burada nə avantaj var ki, çox yaşamaqda? Yəni çalışın, nə qədər ki bədəniniz hələ funksionallığını itirməyib, yapacağınız işi yapın. Edəcəyinizi edin, görəcəyinizi görün, anlayacağınızı anlayın, alacağınız dərsləri də alın. Nə qədər ki hələ bədən tam disfunksiyaya düşməyibdir. Və o dərk eləməlidir o arada ki, o kimdir? Ki o bədən deyil, bədənlə identifikasiya eləməli deyil özünü. İndi o bütün gəncliyində, uşaqlığında özünü bədənlə eyniləşdirmişsə, indi bütün o proqramı geriyə oxumalıdır yaşlanana yaxın. Və bunu nə qədər tez geriyə oxusa, bir o qədər azad olacaq. Ona görə şərqdə deyirlər ki, ölməmişdən əvvəl öl. Bu qorxunu öldürmək üçündür. Öl, bir dəfəlik qorxu içsin səndə. Sən qorxa-qorxa yaradıcılıqla məşğul ola bilməyəcəksən. Sənin bütün yaradıcılığın ölüm qorxusunu ifadə eləyəcək.